Salam dostlar, Bizdən Öyrən kanalına xoş gəlmisiniz. Bugün sizə orxideyaları necə sulamaq lazımdır və xarab olan belə yarpaqlarını necə kəsib çıxartmaq lazım olduğunu öyrədəcəm. Bu arada təzə güllərimiz gəlibdir. Orxideyaların təxminən 20 rəngi. Əgər istəsəniz bizimlə əlaqə saxlaya bilərsiniz. Bölgələrə, uyğun olan yerlərə göndərə bilərik. Bu arada bizim kanalımıza dəstək olmaq üçün videolarımızı bəyənin, paylaşın. Qoyu bilməyənlər də bilsin. Bu qədər sadə. Deməli, belə bir orxideyamızın yarpağında artıq xəstəlik var. Bu xəstəliyi nə etməliyik? Bunu bitkini xilas etmək üçün bu yarpağı kəsib götürməliyik. Bunun kəsilmə qaydası bu cürdür. İlk öncə çox iti bir bıçaqdan, kəsici alətdən istifadə edirik. Bunu bu qaydada kəsib götürürük. Ondan sonra bu yarpağın tam bu hissəsi, tam buradan bu hissəsindən iki yerə bölürük. Təxminən belə bir şey alınır. Bunu da iki hissədən dartıb orxideyaya heç bir ziyan vermədən yarpaqları çıxardırıq. Bu arada burada yeni bitən bir orxideya zoğu görürük. Bu artırılmış orxideya da ola bilər ya da ki çiçək də ola bilər. Çiçək zoğu da ola bilər. Hələ biz onu dəqiq bilmirik. Çünki artıq burada yarpaqlama baş verəndə onda biləsik o artımdır yoxsa çiçəkdir. Burada belə bir xırda çürüntülər var. Bunlara biz çox da önəm vermirik. Yəni bunlar elə çox da önəmli bir şey deyil. Bunların qarşısını almaq üçün marqanisdən istifadə etmək olar ya da ki marqanis tərkibli hər hansı bir dərmanlardan istifadə etmək olar. Dozada hər dərman öz üzərində yazılır və ondan istifadə edə bilərik. İndi baxaq görək orxideyanı necə sulamaq lazımdır. Orxideyanın sulamaq qaydası bax belədir. Orxideyalarımızı sulamaq üçün mən belə bir qablardan istifadə edirəm. Siz amma başqa bir qablardan yenə də istifadə edə bilərsiniz. Suyu çalışın çox da soyuq eləməyin. Qış aylarında bir balaca şaxtasını sındırsanız daha yaxşı olar. Yox, belə yay aylarında heç bir fərqi yoxdur. Soyuq da ola bilər. İsti olmasın. Yəni çox da isti yaxşı deyil. Orxideyamızı bu qaydada götürürük. Suyumuzu bu şəkildə tökürük. Bu bunun orxideyanın ən doğru sulama qaydasıdır. Nəyə görə? Onu izah edeyim. Diqqətdən qulaq asın. Orxideyaların kök hissələrinə gənələr yığılır. Bir də yarpağın alt hissələrinə gənə yığılır. Və bu gənələri təmizləmək üçün limonlu suyu, yəni suyun içinə birazcık limon suyu qatıb, həmən limonlu suyu ilə bu yarpağın alt hissələrini təmizləmək lazımdır. Kök hissəsini isə biz limonlu su ilə təmizləyə bilmirik. Ona görə bu qaydada suyu tökəndə, buradan aşağı su tökəndə o artıq içi təmizlənmiş olacaq. Həm siz orxideyanızı sulamış olasınız, həm də kökü təmizləmiş olasınız. Orxideyaların sulandığı vaxt diqqət eləməyə lazım olan şey nədir? Bu kök hissəsində buranın ağ olmasına fikir verməlisiniz. Əgər bu kök hissəsi ağ deyilsə, yaşıl rəngdə, bu rəngdədirsə, orxideyanı sulama olmaz. Baxırsınız, köklər ağarıbsa, mütləq orxideyanı sulamaq lazımdır. Bunlar az yaşıl varsa 3 gün sulamaya vaxt var deməkdir. Əgər siz çox geç sulamış olsanız, orxideyaların çiçəkləri tökülmüş olacaq. Çünki su çatışmamazlıqdan çiçəklərini tökür. Ona görə çalışın orxideyalarınızı vaxtında sulayın. Orxideyaların göründüyü kimi cürbəcür rəngləri var. Yəni bu rənglər təbii şəkildə orxideyada olur. Ve bu renkleri
süni şəkildə də almaq olur. Gələcək videolarımızda sizə onun bu rənglərin necə qarışdırmaq olduğunu və rəngləri necə dəyişdirmək olduğunu öyrədəcəm. Kanalımıza abunə olmağı unutmayın. Kanalımıza dəstək olun.